kimi televiziyada bəzi verilişlər bağlandı. Sizcə televiziya həmin verilişlərlə daha maraqlı idi, yoxsa indi? Bizim verilişlər millətin mənəviyyatını məhv edirdilər. Lazım oldu ki, bağlandı da onlar. Yox, elə bağlansalar yaxşıdır. Biabırçı verilişlər deyilsə, bağlanması daha yaxşı olur ki, nəinki açıq olması. Zahir Nəboğlu'nun bir verilişi var idi. Müğənniləri çağırıb orada böyük bir haos yaradırdı. Məncə bağlamağı daha məsləhət olardı. Çünki mən zaten o verilişləri sevmirdim, baxmırdım da. İndi də baxmıram düzdür, amma məncə daha indi maraqlılar. Vallahi maraqlı olardı ki, yaxşı müğənnilər oxusun, yaxşı sənətkarlar çıxsın, yaxşı sənətkarları təqdim etsinlər. Gözəl musiqilər olsun. Pis musiqi yoxdur. Pis ifaçı var. Bu günləri cəmiyyətimizə keyfiyyətli bir verilişlər lazımdır. Hansı ki, bu gün cəmiyyətdə əxlaqi mövzuda, insanları daha çox tərbiyələndirən bir mövzuda verilişlər olsa daha yaxşıdır. Məncə mədəniyyət ilk öncə televizordan asılı olan bir şeydir. Ona görə yəni verilişlərin bağlanması bəlkə cəmiyyət üçün daha faydalı ola bilər. Hər verilişin öz gözəlliyi var. Tarifələri çağırırlar mediaya. Ona görə çox maraqlıdır. İndi daha maraqlı. İndi. Məncə indi. Mənim fikrimcə əvvəl maraqlı olardı.